Salam, əziz uşaqlar. Nağıllarımıza davam edirik. Bugünkü nağılımızın adı Bülbülün nağılıdır. Biri var idi, biri yox idi. Çox qədim zamanlarda uzaq Çin ölkəsində bir imperator yaşayırdı. İmperator çox ağıllı, müdrik bir adam idi. İmperatoru məşhur eləyən həm də onun gözəl sarayı idi. Möhtəşəm böyük bir saray idi. Sarayın içi çox gözəl çini materialdan bəzədilmişdi. Ustalar orada yaxşı işləmişdilər. Saray çox gözəl görünürdü və sarayın qabağında böyük bir imperator bağı var idi. Bağ o qədər böyük bağ idi ki, hətta onun bağın içindən çay axırdı. Çay axıb gedib dənizə tökülürdü. Dənizə tökülənə qədər hər tərəf bağ idi, hər tərəf. Dünyanın hər yerindən bu bağa çoxlu ağaclar, müxtəlif güllər, çiçəklər, kollar gətirilmişdi və bu bağ dünyada məşhur idi, olduqca məşhur idi. Bu bağı məşhur eləyən bir də orada oxuyan bülbül idi. Lap bağın aşağısında, çayın dənizə töküldüyü yerdə balaca bir bülbül yaşayırdı və bu bülbül hər gün səhər açılanda öz incə, gözəl, təkrar olunmaz səsi ilə elə gözəl şərqlər oxuyurdu, elə gözəl cəhcəh vururdu ki, bu bağı gəzməyə çıxan bütün səyyahlar, bütün qonaqlar düz bağın axırına qədər gəlir, bülbülə qulaq asır, çox bəyənirdilər. Ona görə bülbül də bağ kimi, imperatorun sarayı kimi, imperatorun özü kimi dünyada çox məşhur idi. İmperator özü müdrik adam idi və oxumağı, kitab oxumağı çox sevirdi. Günlərin bir günündə Yapon ölkəsindən imperatora bir kitab hədiyyə gətirirlər. Hökmdar kitabı alandan sonra başlayır kitabı oxumağa. Kitab onun çox xoşuna gəlir, çünki orada onun özünü tərifləyirdilər, onun möhtəşəm sarayını, böyük, gözəl bağını tərifləyirdilər və axırda da yazırdılar ki, şahın, yəni hökmdarın, Çində hökmdara imperator deyirlər də. Yəni imperatorun sarayından da, özündən də, bağından da ən gözəl, ən məşhur olan orada oxuyan bülbüldür. Bülbül səyyahların, qonaqların o qədər xoşuna gəlmişdi ki, onu çox, lap çox tərifləyirdilər. Kitabın bu yerinə çatanda hökmdar çox təəccübləndi. Necə yəni bülbül, hansı bülbül? Necə yəni mənim bağımda bülbül var, mən heç onun səsini eşitməmişəm deyib vəziri çağırtdırdı. Vəzir gəlib hökmdara baş əyəndə hökmdar dedi: "Vəzir, bizim bağımızda bülbül var. O necə bülbüldür ki, mən onun səsini eşitməmişəm. Bütün dünyada məşhurdur. Bütün səyyahlar o bülbüldən, bağdan yazır. Mən bilirəm, mənim çox gözəl, möhtəşəm bağım var. Ancaq necə olub ki, mən indiyənəcə bülbülün səsini eşitməmişəm?" Vəzir təəccüblə hökmdara baxıb deyir: "Böyük hökmdar, hansı bülbüldən danışırsınız? Heç mən də bülbülün səsini eşitməmişəm. Bizim bağda bəyəm bülbül var?" Onda hökmdar əmr eləyir ki, bugün necə olur olsun, bütün bağı gəzməlisən, o bülbülü tapıb mənə gətirməlisən. Vəzir bir söz demir, hökmdara baş əyib çıxıb gəlir, bütün nökərləri, bağbanları hamısını bir yerə yığıb soruşur ki, bizim bağımızda bülbül var, söhbət hansı bülbüldən gedir? Çoxları heç bunu bilmirlər, ancaq yeməkxanada işləyən balaca bir qız deyir ki, düzdür, bizim bağımızda bülbül var, ancaq o çox aşağıdadır.
çayın dənizə tökülən hissəsindədir. Bizim evimiz də ordadır. Mən hər gün səhər tezdən günəş çıxmamış evdən çıxıb saraya gələndə bülbül oxuyur, onun səsi aləmə yayılır. Bəli, orada bülbül var. Vəzir bunu eşidib deyir ki, tez arxamca gəl, biz bülbülü tapmalıyıq. Bəli, vəzir qızla birlikdə bütün bağın axırına qədər gedirlər və hələ axırına çatmamış bülbülün səsi eşidilir. Vəzir eşidir, vəzir bülbülün səsinə valeh olur. Bu necə səs, bu necə avaz, niyə bizim bundan xəbərimiz olmayıb? Və vəzir bülbülün oturduğu ağaca yaxınlaşır. Uşaqlar, bilirsiniz ki, yəqin ki, çoxlarınız görmüsünüz. Bilirsiniz ki, bülbüllər çox balaca quşlardır. Rəngbərəng balaca quşlardır. Böyük Allah öz qüdrətindən o bülbüllərə neçə rənglər vurub. Təbiətin bütün rəngləri o bülbüllərin üzərində var və onların tükləri rəngbərəngdir və oxuduqları mahnılar da, şərqilər də o cür çox rəngbərəng, çox gözəl, elə incə səsi var ki, həqiqətən də insanı valeh eləyir. Adam çox sevir bülbülün səsini. Və indi bu balaca bülbülü görən vəzir ağaca yaxınlaşır və deyir: "Ey təbiətin gözəli, ey nazlı quş, sən nə gözəl oxuyursan. Mənim hökmdarım əmr eləyib ki, mən səni saraya aparım. Sən məndən getmək istərsənmi?" Bülbül hökmdara cavab verir: "Bəli, mən gedərəm. Ancaq mənim bir şərtim var. Mən siz istəyən qədər şərqi oxuyaram, mahnı oxuyaram, cəhcəh vuraram. Amma mənə azadlıq verməlisiniz. Mən istədiyim vaxtı geri qayıdım. Əgər hökmdar mənim şərtimə razı olsa, əlbəttə gedərəm." Vəzir deyir ki, bizim hökmdarımız çox müdrik adamdır, ağıllı adamdır. Sənin şərtlərinə razı olacaq. Gəl gedək. Bülbül vəzirlə birlikdə saraya üz tuturlar. İçəri girməmiş bülbül oxumağa başlayır. Hökmdar həqiqətən də bu ecazkar, bu qeyri-adi səsi eşidib çox xoşuna gəlir, həddindən artıq xoşuna gəlir və bülbül hökmdarın yaxınlaşanda onun çiyninə qonur və başlayır oxumağa. Hökmdar çox valeh olur, çox sevinir və deyir ki, gör mənim bu cür xoşbəxtlikdən, bu cür gözəllikdən heç xəbərim olmayıb. Sən mütləq mənim yanımda qalmalısan, hər gün mənə bu cür rəngbərəng, bu cür müxtəlif mahnılarımı oxumalısan, belə cəhcəh vurmalısan. Bülbül deyir ki, mən razıyam. Ancaq mən şərtimi vəzirə demişəm. Siz mənə azadlıq verməlisiniz. Mən istəyən vaxtı çıxıb, gedib bağı gəzməliyəm. Çünki mən bu avazımı, bu müxtəlif mahnılarımı o bağdan, o bağdakı çiçəklərdən zövq alıb, vəcdə gəlib oxuyuram. Mən burada qalsam elə oxuya bilmərəm. Hökmdar deyir ki, oldu, sən deyən kimi olsun. Sən nə vaxt istəsən, sənin qəfəsin açıq olacaq. Ürəyin istəyən vaxtı gedib, gəzib, yenidən gəlib mənim yanımda qala bilərsən. Bülbül razı olur və o vaxtdan bülbül hökmdarın sarayında qalır. Hər gün səhər açılanda gözəl mahnılar, şərqilər, biri-birindən gözəl, müxtəlif mahnılar oxuyur, biri-birindən gözəl, cəhcəh vurur. Bütün saray əhli hamısı bülbülü çox sevir. Üstündən bir müddət keçir, günlərin bir günündə uzaq Misir ölkəsindən Çin hökmdarına bir hədiyyə gəlir. Hədiyyəni açırlar, qutunu açırlar, görürlər ki, qutunun içindən bir ustanın əlində düzəltdiyi, taxtadan düzəltdiyi, yəni cansız, taxtadan düzəldilmiş usta düzəldib. Ancaq çox gözəl düzəldilmiş, çox möhtəşəm düzəldilmiş bir bülbül çıxdı.
Bunlar qutunu açırlar, o taxtadan düzəldilmiş cansız bülbülü götürürlər. Baxmayaraq ki, taxtadan düzəldilmişdi, usta onu düzəltmişdi. Ancaq o canlı bülbülün üstündə, tüklərində olan bütün min bir rəng, min bir çalar bu bülbülün də üstündə var idi. Bülbül çox gözəl idi, çox gözəl düzəldilmişdi. Şah əmr eləyir, qızıldan bir yer düzəldirlər və bu taxtadan düzəldilmiş cansız bülbülü onun üstünə qoyurlar və görürlər ki, aşağıda balaca bir düyməsi var. O düyməni basan kimi bülbül, yəni cansız bülbül oxumağa başlayır. Bəli, bülbül cansız olsa da, taxtadan düzəlsə də çox gözəl səslə cəhcəh vura-vura mahnı oxumağa başlayır və bütün günü oxuyur. Sarayda hamının xoşuna gəlir. Bülbülün özü də, səsi də hamının xoşuna gəlir. Amma adamlar fikir verirlər ki, bu bülbül ancaq bir mahnı oxuyur. Ancaq bir cür cəhcəh vurur. İkinci bir mahnını oxumur. Yenə səhər açılır, bülbülün düyməsini basırlar, bülbül yenə şən səsi ilə oxumağa başlayır. Yenə eyni mahnı, yenə eyni cür cəhcəh vurur. Başqa mahnını oxumur. Və belə də davam eləyir. Və heç kimin o canlı, gözəl bülbüldən xəbəri olmur. Qəfəsdə qalan bülbül çox məyus olur. İnsanların onu belə tez unutduqlarına görə çox kədərlənir və uçub çıxır, gedir. Heç kəs bunu görmür. Amma o taxtadan düzəldilmiş bülbülü hər gün səhər tezdən düyməsini basırlar, axşama qədər oxuyur və artıq saray cəmaatı hamısı bunun oxuduğu musiqini, cəhcəhləri əzbər bilirlər. Buna baxmayaraq çox xoşlarına gəlir. Hər gün bunu təkrar eləyirlər. Üstündən bir müddət keçir, yenə səhər hökmdar əmr eləyir ki, bülbülü oxutdursunlar. Nə qədər eləyirlər, bülbül oxumur. Nə qədər eləyirlər, bülbül oxumur ki, oxumur. Onda hökmdar əmr eləyir ki, ölkədə ən yaxşı ustanı tapıb gətirsinlər. Usta gəlir, o taxtadan düzəldilmiş bülbülün o tərəfinə baxır, bu tərəfinə baxır, o düyməni açır, yoxlayır və deyir ki, hökmdar sağ olsun, bu bülbül daha heç vaxt oxumayacaq. Çünki onun çox oxutdurduğunuza görə içərindəki telləri hamısı qırılıb, artıq onu bərpa eləmək mümkün deyil. Hökmdar da, saray cəmaatı da çox məyus oldular. Axı bülbül özü də qəşəng idi. Bir dənə də olsa, tək bir mahnı olsa da qəşəng oxuyurdu. İndi o artıq uşaq oyuncağından başqa bir şey olmamışdı və hökmdar əmr eləyir, onu saraydan çıxartırlar. Həmin oyuncağı saraydan aparırlar. Bir müddət keçir və hökmdar xəstələnir. Çox möhkəm xəstələnir. Günü-gündən çox zəifləyir. Heç cür yatağından qalxa bilmir. Nə qədər car çəkirlər, təbibləri, həkimləri, loğmanları tökürlər, hökmdarı sağalda bilmirlər. Nə qədər eləyirlər, hökmdarı sağalda bilmirlər. Və sarayda da hamı çox məyus olublar. Hamı çox məyusdur. Sevimli hökmdarları günü-gündən vəziyyəti pisləşir, günü-gündən vəziyyəti çətinləşir. Ona görə də bilmirlər neynəsinlər, necə eləsinlər. Günlərin bir günündə, lap səhər tezdə günəş yenicə çıxmışdı ki, hökmdarın yatdığı otağın pəncərəsini kimsə yavaş-yavaş tıqqıldadır, yavaş-yavaş tıqqıldadır. Hökmdar çox çətinliklə başını qaldırıb pəncərəyə baxanda nə görsə yaxşıdır uşaqlar. Hökmdar görür ki, həmin balaca bağda oxuyan bülbül, həmin o balaca bülbül hökmdarın pəncərəsini tıqqıldadır. Hökmdar çox çətinliklə yatağından qalxır, pəncərəni açır və bülbül otağa daxil olur. Otağa daxil olub hökmdarın
ətrafında, çarpayının ətrafında fırlanır, fırlanır və başlayır cəhcəh vurub oxumağa. Elə gözəl avazla, elə gözəl oxuyur ki, hökmdar istər-istəməz canlanır. Onun üzündə təbəssüm yaranır. Hökmdar çox sevinir. Öz zəifləmiş əlini qaldırır və bülbül gəlib düz onun qolunun üstünə qonur və çox gözəl oxumağa başlayır. Oxuyur və hökmdar yavaş-yavaş, yavaş-yavaş dikəlib çarpayısında oturur və bülbülün səsi bütün saraya yayılır. Hamı eşidir bülbülün səsini və gəlib sarayın qapısında duranda hökmdar otağın qapısını əmr eləyir, otağın qapısını açırlar və hamı görür, hamı çox sevinir ki, neçə günlər yatağından qalxa bilməyən, ağır xəstə olan hökmdar indi artıq yatağında oturmuşdu, qolunun üstündə də həmin gözəl təbiətin, Allahın yaratdığı gözəl bülbül onun qolunda oturub öz gözəl, şən mahnılarını oxuyur və hökmdar da çox sevinir. Bu camaat da, saray əhli də bundan çox sevinirlər və günü-gündən, günü-gündən günlər keçdikcə hökmdar sağalır. Yavaş-yavaş yataqdan qalxır, gəzir. Hər müddətdə də bülbül onun başının üstündə, çarpayısının üstündə dövrə vurur, cəhcəh vurur. Sanki hökmdarı həyata qaytarır. Sanki hökmdarı canlandırırdı, yenidən canlandırırdı və hökmdar tamamilə sağalır. Və bülbülə, ürəyində bülbülə haqsızlıq elədiklərini, bülbülü incitdiklərinə görə çox peşman olur. Yenidən bülbülün o gözəl qızıldan düzəldilmiş qəfəsini gətirib şahın yanına qoyurlar və o gündən bülbül həmişə ürəyi istəyəndə qəfəsdən çıxır, bütün bağı gəzir, dolanır və ürəyi istəyəndə isə yenidən saraya qayıdıb həmin qızıl qəfəsində oturub gözəl, şən, gümrah səsi ilə gözəl-gözəl mahnılar oxuyur. Bütün saray cəmaatını ruhlandırır və şah da, hökmdar da sağalır. Və nağılımız bitir. Onlar xoşbəxt yaşayırlar. Siz də xoşbəxt olun mənim əziz balalarım. Göydən düşən bütün almaları, hamısını sizə bağışlayıram. Mənim gözəl, ağıllı, mehriban balalarım. İndi görək uşaqlar, bu nağılımızdan nə nəticə çıxdı? Axı nağıllarımızdan mütləq nəticə, hətta nəticələr çıxmalıdır. Bu nağılımızdan da 2 nəticə çıxdı. Birincisi uşaqlar, biz dostlarımız arasında fərq qoymamalıyıq. Bütün dostlarımızı sevməliyik. Əvvəlki dostlarımızı da, sonradan qazandığımız dostları da. Yəni bizi sevən, bizə hörmət eləyən bütün dostlarımıza nə etməliyik? Onları qorumalıyıq. Onları mütləq müdafiə eləməliyik. Dostluqda dostlar arasında sədd qoymaq, fərq qoymaq olmaz. İkincisi isə dünyada insana xas olan, hətta başqa canlılara da xas olan ən gözəl keyfiyyət sadiqlikdir, sadiq olmaqdır, vəfalı olmaqdır. Baxmayaraq ki, o taxtadan düzəldilmiş süni, cansız bülbül gələndən sonra bu canlı, gözəl bülbül incidi, kədərləndi, uçdu, getdi. Amma hökmdarın xəstə olduğunu görün, necə hiss elədi bu balaca, gözəl, canlı bülbül və o mütləq oradan gəlib, baxmayaraq ki, hökmdarın hərəkətindən incimişdi, küsmüşdü, ancaq mütləq gəlib hökmdarı neynədi? Onun sağalmasına, ayağa durmasına kömək elədi. Deməli, uşaqlar, mütləq dostlarımızda, aramızda kiçik inciklik olsa da, kiçik narazılıq olsa da, mütləq dostluqda nə olmalıyıq? Sadiq olmalıyıq. Mütləq dostlarımızla vəfalı olmalıyıq. Bununla da bugünkü nağılımız qurtardı. Sizə xoşbəxtlik,
uzun ömür arzulayıram.